Vurğuladığım kimi bu günləri 21-ci əsr bacarıqlarından danışdıq sizinlə və qeyd etdiyim kimi bu gün sizinlə əlavə dərsimizdir. Vacib mövzulardan biridir. 21-ci əsr bacarıqları nə üçün lazımdır? Bax, adından da göründüyü kimi 21-ci əsr bacarıqlarıdır. 19-cu, 18-ci yox. Deyə bilərsən ki, niyə? Çünki hal-hazırda bizim bu günümüzdə vacib olan bacarıqlardır. Yəni, bəzən olur, deyirik ki, 21-ci əsrdə yaşayırıq, 21-ci əsrdə bu bacarıqlar var. Bax, elə sırf bu bacarıqlar təkcə sənin şagirdlərin üçün yox, həm də məhz elə sənin üçün də lazım olan bacarıqlardır. Gəl yavaş-yavaş baxaq, görək bu bacarıqlardan bizim xəbərimiz var. Ümumiyyətlə 21-ci əsr bacarıqlarının 8 növü var. Hərəsinin özünə məxsus xüsusiyyəti var və hər birimizdə bunlar olmalıdır. Və onu da qeyd edeyim ki, biz müəllimlər də, şagirdlərimiz də bu bacarıqları formalaşdırıb aşılamalıyıq. Deməli, birinci gəlir savadlılıq kompetensiyası. Buna kompetensiya da deyilir. Savadlılıq. Savadlılıq kompetensiyası nədir? Kompetensiyası. Bax, savadlılıq kompetensiyasına mötərəzədə ana dilində ünsiyyətdə yaza bilərsən. Deməli, bu savadlılıq kompetensiyasına nə deyə bilərsən? Ana dilində ünsiyyət deyə bilərsən. Nə deməkdir ana dilində ünsiyyət? Azərbaycan dilində oxumaq, yazmaq, söz analizi, başa düşmək, söz ehtiyatı. Bax, bu nədir? Əlbəttə ki, 21-ci əsr bacarıqlarına aiddir. 21-ci əsr bacarıqlarından savadlılıq kompetensiyasını necə başa düşəcəksən? Məsələn, deyirəm ki, ana dili dərsi idi, Nilüfər müəllimə dərs keçirdi. Fuad öz fikirlərini səlis, dəqiq, aydın şəkildə şərh elədi. Fuadın hansı kompetensiyası, hansı 21-ci əsr bacarığı formalaşıb inkişaf edib? Deyəcəksən savadlılıq. Niyə görə? Çünki dinləyir, eşidir, dinlədiyin başa düşür, yəni oxuyub anlama, dinləyib anlama, fikirlərini izah etmək, dilə gətirmək, Azərbaycan dilinin orfoqrafiyası haqqında məlumatlı olmaq. Bax, bunların hamısı hansı kompetensiyadadır? Savadlılıq kompetensiyasındadır. Bir daha biraz da loru dildə deyim, deyirik, bax, Azərbaycan dilində danışmaq lazımdır, düzgün ünsiyyət bacarığını qurmalısan. Hətta biz müəllimlər üçün də gərəklidir. Qeyd edim ki, müsahibə mərhələsində 5 meyar verilir. O meyardan biri təhsil verənin kommunikativ bacarığıdır. Nədir kommunikasiya, ünsiyyət? Bax, savadlılıq kompetensiyasını sən orada görə bilirsən. Qısacası, savadlılıq kompetensiyası nədir? Söz ehtiyatıdır. Oxuyub anlama, dinləyib anlama, Azərbaycan dilinin qrammatikası haqqında məlumatlı olmaq, danışmaq, səlis nitq bacarığını ifadə etməkdir. Hər bir kəs üçün lazımlı olan bacarıqdır. Sonra gəlir ikinci, xarici dil bacarığı. Xarici dil bacarığı. Bu da günümüzün 21-ci əsrin ən vacib kompetensiyalarından biridir. Yəni, xarici dil bacarığına çox dil bilmək də deyilir. Yəni, buna çox dil bilmək də yaza bilərsən. Sonra testlərdə xarici dil bacarığı da görə bilərsən. Çox dil bilmək. Çox dil bilmək nədir? Bu günləri deyirsən ki, amandır, uşağımı rus dili ilə yanaşı ingilis dilinin hazırlığına da qoyum. Niyə qoyursan ingilis dili hazırlığına? Nə vacibdir? Deyirsən, ingilis dili də bu günləri aktualdır. Hara gedirsən, ingilis dilini soruşurlar ki, ingilis dilində uşaq bilir, bilmir, danışığı var, yoxsa yoxdur. Bax, bu nədir? Çox dil bilmək bacarıqdır. Bax, istədiyin, belə deyim də, xarici ölkəyə get və yaxud da ki, ən azından hər hansısa bir tükanda get işləməyə, səndən soruşurlar ki, xarici dil bilirsən? Və yaxud da, məsələn, daya götürür işə, deyir, rus dilində danışa bilirsən? Bax, gündəmimizdir də, bu günün tələbatı odur. Bizim vaxtımızda 5-ci sinifdə ingilis dili dərsimiz olurdu. İndi uşaqlar məktəbə hazırlıqdan ingilis dilinə başlayır. Deməli, xarici dil bacarığı nədir? O da oxuyub anlama, dinləyib anlama bacarığıdır. Deyərsən ki, savadlılıqla eynidir ki, mən də deyirəm eynidir. Bir dənə fərqi var.
Savadlılıqda Azərbaycan dilinin qrammatikası haqqında məlumatlı olmalısan, Azərbaycan dili haqqında bilməlisən, söz ehtiyatı. Xarici dildə isə, çox dil bilməkdə isə xarici dil, müxtəlif dillərdə. Məsələn, sənə deyər ki, Azərbaycan dilində anar söz ehtiyatı, zəngin, belə deyim də, fikirləri ilə seçilirdi. Anarın hansı bacarığı var? Deyəcəksən savadlılıq. Amma desən ki, Fuad ingilis dil dərsində ona verilən mətni çox səlis şəkildə tərcümə elədi, aydın şəkildə də təqdim etdi, o zaman ona deyəcəksən çox dil bilmək bacarığı. Bir daha da deyirəm, savadlılıqla çox dil bilməyin oxşarlığı var. Savadlılıq ana dilində danışmaqdır, fikir mübadiləsi aparmaqdır. Çox dil bilmək isə xarici dillərdə, ingilis dilində. Bax, bunu da yadınızda saxlayın. Sonra gəlir riyazi, elmi və mühəndislik kompetensiyası. Riyazi, elmi, mühəndislik. Bax, burada nədən söhbət gedir? Riyazi, elmi, mühəndislik. Gəl bir-bir açaq görək. 21-ci əsr bacarıqlardan bizə lazım olan bu bacarığın mahiyyəti nədir? Ümumiyyətlə, bizdə bu bacarıq formalaşıbmı? Riyazi bacarıq. Hər bir kəsənin riyazi bacarığı olmalıdır əlbəttə ki. Bax, riyazi bacarığımız olmasa gündəlik həyat tərzimizdə çətinlik yaşaya bilərik. Necə? Hesablama bacarığımız. Məsələn, bayram ərəfəsidir, endirimlər var. Gedib bilməlisən ki, o endirimlər yalancı endirimlərdir. Hərçənd ki, bir çox endirimlər elə yalancı olur. Yəni, bunu da başa düşmək üçün sənin riyazi bacarığın olmalıdır. Məsələn, sən hesablamağı bilməlisən. Mütləq şəkildə. Riyaziyyat öyrənmək ümumiyyətlə həyati bacarıqdır. Hər birimiz üçün də lazımlı, vacib olan bacarıqlardan biridir. Bax, onu da qeyd edə bilərik. Elmi nədir? Dünyada baş verən elmi məlumatlardan xəbərdarlıqdır. Məlumatlı olmaqdır. Bəs mühəndislik? Mühəndislik bacarığı isə əziz müəllimlər, nə isə yaratmaqdır. Yaradıcılıqdır. Bax, mühəndislik nədir? Məsələn, kompüteri icad eləmək. Texnologiyanın inkişafı, mühəndislik odur. Nə isə hazırlayıb təqdimatını vermək. Bu mühəndislik bacarığına aid olan kompetensiyadır. Bir də var rəqəmsal savadlılıq. Rəqəmsal savadlılıq. Rəqəmsal savadlılıq nədir? Rəqəmsal savadlılıq kompüterdən istifadə etməkdə. Amma kompüteri icad etmək riyazi elmi mühəndislikdir. Bax, bir daha deyirəm. Məsələn, desələr ki, kompüteri icad elədi, kompüteri yaratdı və yaxud da texnologiyanın icadı, ona riyazi elmi mühəndislik texnologiyası deyə biləcəksən. Amma desək ki, müəllim tədris prosesində şagirdlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün kompüterdən ilkin bacarıqları aşıladı, onlara məlumat verdi və yaxud da ki, onu həyata keçirməsinə şərait də yarada bilər, tətbiqinə məlumat da verə bilər. Bu da nəticə etibarilə rəqəmsal savadlılığı inkişaf etdirməyə xidmət edir. Ümumiyyətlə, rəqəmsal savadlılıq nədir? İKT-nin bacarığından istifadə etmək. Hə, xoş gördünüz. Nə gözəldir, elə gedib uğur qazanıb işləyən müəllimlərin də yenidən elə mənim linkimə qoşulmaq. Xoş oldu, gözəlim. Bax, rəqəmsal savadlılıq o deməkdir ki, İKT bacarığına istifadə edirsən. Bəzən olur, deyirsən ki, telefonda bir dənə yes-i bilirəm, bir dənə no-nu. Onun içərisində olan proqramlardan xəbərim yoxdur. Amma bu günləri rəqəmsal savadlılıq, İKT bacarığı sənə bir çox işləri asanlaşdırmağa icazə verir. Bax, rəqəmsal bacarığımız olmazsa bu günləri distant təhsil almanın faydalarından yararlana bilmərik. Bu rəqəmsal savadlılığın göstəricisidir. Lap primitiv bir dənə situasiya deyib sizə. Məsələn, hər hansısa bir işə düzəlmək istəyirsən, deyirlər ki, kompüter bilirsən? Bax, kompüter öyrən ha, kompüter çox vacibdir. Çünki bu günün bacarığıdır o. Çünki bu gün onu istəyir səndən. Yəni, hara getsən, deyirik ki, bir dənə ali savadın olsun, kompüter bacarığın, dil bilsən, çox gözəl maaşda işləyə biləcəksən. Səbəb? Çünki bu gün səndən onu istəyir. Adi rəqəmsal bacarığın olmasa onlayn dərslərə qoşula bilmərsən.
Bəzən olur, deyir ki, məsələn, sertifikasiya prosesində çox yaşlı müəllimlərin işləyəndə çətinlik çəkirik. Zoom-a qoşula bilmir. Deyir, nəvəm yoxdur, nəvəm yanımda olanda qoşulurdum, indi o yoxdur, mən qoşula bilmirəm. Bax, gözün İKT-nin bacarığı zəifdir. Əsas açar məqam, ipucu. Biri var kompüteri yaratmaq, biri var ki, kompüterdən istifadə etmək. Kompüteri yaratmaq olur riyazi elmi mühəndislik, kompüterdən istifadə bacarığının inkişafına şərait yaratmaq isə olur rəqəmsal savadlılığa. Növbəti kompetensiyamız isə nədir? Mədəni məlumatlılıq və özünü ifadə etmə bacarığı. Mədəni məlumatlılıq və özünü ifadə etmək. Özünü ifadə etmək. Mədəni məlumatlılıq və özünü ifadə etmək nədir? Bax, burada mötərəzidə özün üçün tolerantlıq yaz, mədəni müxtəlifliyə hörmət. Müxtəlif dinlərdən, dinindən, irqindən, cinsindən asılı olmayaraq müxtəlif insanlara hörmət hissini aşılamaq və öz fikirlərini irəli sürüb fikrini çatdırmağı bacarmaq. Bax, bu nədir? Məsələn, deyir ki, müxtəlif xalqların mədəniyyətini araşdırır, müxtəlif xalqların mədəniyyətinə hörmət edir. Bu şagirddə hansı səriştə formalaşıb? Deyəcəksən, mədəni məlumatlılıq və özünü ifadə etmə bacarığı. Bax, mədəni məlumatlılığın açar məqamı nədir? Müxtəlif xalqlar, müxtəlif dinlər. Məsələn, Özbək gecələri keçirilir. Şagirdlər Özbək xalqlarının xüsusiyyətlərini üzə çıxardır, onların mədəniyyəti haqqında məlumat verir. Verilən situasiyada müəllim şagirdlərdə hansı səriştənin formalaşmasına şərait yaradır? Nəyə nail olmaq istəyir? Əlbəttə ki, mədəni məlumatlılıq və özünü ifadə etmə bacarığı. Və yaxud da ki, belə bir aspektdən yanaşaq. Məsələn, situasiya verə bilər ki, sinifə qara dərili şagird gəlib, sinifdə olan digər şagirdlər həmin o şagirdə qarşı kobud şəkildə fikir irəli sürürlər. Burada uşaqlarda, şagirdlərdə hansı bacarıq formalaşmayıb, hansı 21-ci əsr bacarığının inkişafına ehtiyac var? Deyəcəksən, mədəni məlumatlılıq. Çünki müəllim tədris prosesində şagirdlərə irqçiliyi, bəli, dinindən, irqindən asılı olmayaraq tolerantlığı aşılamağı bacarmalıdır. Ki, bizə gündəlik həyatımızda vacib olan məqamlardır. Məsələn, Türkiyənin özünün adət-ənənələri var. Azərbaycanın özünə məxsus adət-ənənələri var. Özbəklərin, türklərin, nə bilim, qırğızların və s. Bu da mədəni məlumatlılıq səriştəsinin inkişafına şərait yaradır. Növbəti 6-cı səriştəmiz isə nədir? Şəxsi sosial və öyrənməyi öyrənmək kompetensiyası. 6-cı nədir? Şəxsi sosial və öyrənməyi öyrənmək. Bax, bu nədir? Mötərəzidə özün üçün qeyd elə mən, özüm, özümü tanımaq, özüm haqqında məlumatlı olmaq. Bax, bu şəxsi sosial və öyrənməyi öyrənmək kompetensiyasının əsas məqamıdır. Daha çox metakognitiv bacarığın inkişafına şərait yaradır bu. Nə deməkdir bu? Məsələn, deyirsən ki, mən özümü tanıyıram, mən necə öyrənirəm? Yəni, deyirsən ki, öz öyrənmimi bilirəm, özümü müşahidə edirəm, harda zəifəm, harda güclüyəm, onu müəyyən etmişəm. Bu nədir? Şəxsi sosial və öyrənməyi öyrənmək. Məsuliyyət hissidir, özünü cəmiyyət içərisində aparmaqdır, empatiya hissinin formalaşmasıdır, daha çox da metakognitiv bacarığın formalaşmasına şərait yaradır. Əlbəttə ki, hansı kompetensiya? Şəxsi sosial və öyrənməyi öyrənmək kompetensiyası. Növbəti kompetensiyamız 7-ci fəal vətəndaş mövqeyidir. Fəal vətəndaş mövqeyi. Səslərə diqqət yetirin, zəhmət olmasa. 8-ci isə nədir? Fəal vətəndaş mövqeyidir. 8-ci isə sahibkarlıqdır. Gəl görək fəal vətəndaş mövqeyi ilə sahibkarlığın xüsusiyyətləri hansılardır? Fəal vətəndaş mövqeyi nədir? Adından da göründüyü kimi vətəndaş olaraq aktiv vətəndaşdır. Aktivdir, fəaldır. Məsələn, məlumatlıdır. Məsələn, uşaqla söhbət edirsən, deyirsən ki, hal-hazırda
dünyada nə hadisələr baş verib, və yaxud da ki, ölkəmizdə belə deyim elə. Ölkəmizdə nə hadisələr baş verib, nədən xəbərin var, nədən məlumatlısan? Deyir ki, heç nə, forumsu olub, daha sonra nə bilim, yollar təmirə dayanıb, Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov, Qarabağ komandasında daha böyük uğurlar əldə eləyib və yaxud da, prezidentin ailə üzvləri Lənkəranda səfərdə olublar, nə bilim, hardasa açılışda olublar. Bax, bu nə deməkdir? Aktiv vətəndaşdır, məlumatlıdır, xəbərdardır ölkəsində baş verən bütün, məqamlardan. Növbəti, kompetensiyamız isə nədir, əziz müəllimlər? Sahibkarlıqdır. Sahibkarlıq nə deməkdir? Adı üstündə. Yəni sən, belə deyim də, hər hansısa bir, sahibkarlıq, ideyası formalaşır. Deyək ki, şirkət açmaq istəyirsən, kurs açmaq istəyirsən və yaxud da ki, nə isə hansısa bir layihəni, proyekti təqdim etmək istəyirsən, bunu tədris prosesində biz şagirdlərə aşılayırıq. Amma sahibkarlıq bacarığını formalaşdırmaq təkcə nə isə, ortaya gətirmək deyil. Bax, burada bir çox bacarıqlarımız cəmləşir. Bax, sahibkarlıq kompetensiyasında ana dilində ünsiyyət bacarığı, savadlılıq bacarığın olmalıdır. Çünki düşün, sən deyək ki, mağaza açırsan, kurs açırsan, orada söz ehtiyatın olmalıdır. Ünsiyyət qurmağı bacarmalısan. Xarici dildə də, danışmaq bacarığın olmalıdır. Ola bilər ki, xarici turistlərlə həmsöhbət olasan. Qarşı tərəfi inandırmaq var sahibkarlıqda. Hər hansısa bir layihə təqdim edirsən. Sahibkarlıq bacarığında maliyyə savadlılığın da olmalıdır. Sənin riyazi bacarığın da əlbəttə ki, burada olmalıdır. Məsələn, bəzən olur, deyirsən ki, bax, udmaqla bərabər uduzmaq da var, ha. Sən deyək ki, bu biznesi açırsan, istəyirsən, amma bil ki, qazanmaya da bilərsən. Deyir, canın sağ olsun, qazanmayacağımsa təcrübə qazanacam. Nəticə etibarilə daha da yaxşı öz üzərimdə səy göstərib, yaxşı nəticə üçün, inkişaf etmək üçün səy göstərəcəm. Bax, biz tədris prosesində şagirdlərimizə də bunları aşılayırıq. Ümumiyyətlə, sahibkarlıq kompetensiyasında, məsələn, deyək ki, problemli situasiya var. Hər hansısa bir kurs açmısan, orada problem yaranıb, onun öhdəsindən gəlməyi də bacarmalısan. Daha sonra dediyim kimi ünsiyyət bacarığı, qarşı tərəfi inandırmaq, hansısa bir layihənin proyektini vermək, məlumatlandırmaq, bu da sahibkarlıq kompetensiyasında öz əksini tapır. Ümumiyyətlə, əgər ümumiləşdirsəm ki, qısa zaman kəsiyi ərzində mən sizə hansı mövzu haqqında məlumat verdim? Deyərdim ki, imtahanın ən vacib mövzulardan biridir və bilirsiniz ki, kurikulum, metodika sıfırdan yenilənib, dəyişib, amma bir neçə bölmələr var ki, onlara toxunulmayıb. Onlardan biri də 21-ci əsr bacarıqlarıdır və bu bacarıqlar təkcə tədris prosesində şagirdlər üçün yox, ümumiyyətlə hər birimiz üçün gərəklidir, vaciblidir ki, həyati bacarıqlardır. Birinci savadlılıq kompetensiyasıdır. Burada söz ehtiyatı, dilin zəngin lüğət tərkibi, Azərbaycan dilinin orfoqrafiyası, qrammatikası haqqında danışmaq, dinləyib anlamaq, oxuyub anlamaq bacarıqlarını inkişaf etdirmək ən vacib məqamlardan biridir. Çox dil bilmək bacarığı, xarici dildə ünsiyyət bacarığı da deyirik biz buna, xarici dildən öyrənmək. Savadlılıqla çox dil bilmək bir-birinə oxşayır, amma fərqi sadəcə birində ana dilidir, digərində xarici dildir. Riyazi elmi mühəndislik. Burada riyazi bacarığın olmalıdır. Riyaziyyatı öyrənmək təkcə trigonometrik eynilikləri öyrənmək deyil ki, əziz müəllimlər. Riyazi bacarığın olmalıdır. Məsələn, sən maaşıvı hesablamalısan, məntiqin işləməlidir. Təkcə riyazi bacarıq hesablamaq deyil ki, məntiqin də işləməlidir. Nə bilim, gündəlik gəlirivi, günün rejimivi, nə bilim, vaxtını düzgün bölmək hamısı nədir? Riyazi kompetensiyanın içərisindədir. Elmi isə nədir? Elmi məlumatlılıqdır. Dünyada baş verən proseslərdən xəbərdar olmaqdır. Mühəndisliyin isə kökündə bilavasitə yaradıcılıq dayanır. Məsələn, binalar, deyirsən, filankəs mühəndisdir, bina tikintisində işləyir. Nəticə etibarilə məhsul ortaya qoyur, yaradıcılıq var burada. Bir dənə də situasiya deyim, yadınızda qalsın. Kompüteri icad eləmək mühəndislikdir, amma kompüterdən istifadə etmək rəqəmsaldır. Rəqəmsal nədir? İKT bacarığından düzgün səmərəli şəkildə istifadə etmək. Kompüterdən, PowerPoint-dan, müxtəlif sosial şəbəkələrdən düzgün səmərəli istifadə eləmək. Çünki bu günləri günümüzün
aktuallığında öz əksini tapır. Çünki biz kompüter, ən azından hamının bir 2 telefonu var. Kompüterdə işimizi asanlaşdırırıq. Məsələn, bəzi şirkətlər var ki, orada hibrid fəaliyyət, öz əksini tapır. Məsələn, həftənin 2 günün işə gedirsən, 3 günün evdən işləyirsən kompüter arxasından. Bu da sənin o bacarığının daha yaxşı inkişafının göstəricisidir. Mədəni məlumatlıq və özünü ifadə etmə bacarığı isə nədir? Tolerantlıq, müxtəlif mədəniyyətlərə sahib olan insanların hörmət etmək, onların mədəniyyəti haqqında məlumatlı olmaqdır. Şəxsi sosial öyrənmə kompetensiyasında isə biz nə dedik? Bilavasitə şəxsi sosial və öyrənmə kompetensiyasında özü haqqında məlumatlı olmaq, özünü tanımaq, özünün mənfi müsbət cəhətlərini bilmək, empatiya hissi, daha sonra, belə deyim də, empatiya hissini formalaşdırmaq, özünün, mənfi müsbət cəhətlərini bilmək, necə öyrənirsən, harda öyrənirsən. Bu da şəxsi sosial, kompetensiyada öz əksini tapır. Fəal vətəndaş mövqeyi isə nədir? Aktiv vətəndaşdır, fəaldır, ölkədə baş verən, proseslərdən xəbərdardır və məlumatlıdır. Bəli, şəxsi sosial məsuliyyətə deyə bilərik. Sahibkarlıqda isə nədir? Sahibkarlıqda deyərdim ki, bir neçə kompetensiyasının məcmuası öz əksini tapır. Niyə? Çünki sahibkarlıq, məsələn, deyək ki, hər hansısa bir mağaza açmaq istəyirsən, hər hansısa bir, sahibkar olmaq istəyirsən, adı üstündədir də. Bunun üçün maliyyə savadın olmalıdır, ünsiyyət bacarığın olmalıdır, fikri və əsaslandırmağı bacarmalısan, əməkdaşlıq bacarığın olmalıdır. Əlbəttə ki, təcrübə qazanırsan, təcrübədən keçirirsənsə, bu da sənin risk almaq bacarığını inkişaf etdirir. Bəzən az öncə qeyd etdiyim kimi, məsələn, deyirsən ki, ola bilər ki, məndə alınmaz, amma deyirsən alınmasa da təcrübədən keçirirəm, nəticə etibarilə ən azından təcrübəm var. Bu gün tədris prosesində bu bacarıqlar çox əhəmiyyətlidir həm bizə, həm də şagirdlərimizə. Düşün əziz müəllimlər.